Deməli, müəllimlər, bugünkü təlim nəticələrimiz təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri haqqında danışacağıq. Təhlükəsiz öyrənmə mühiti nədir və bunu necə təmin edə bilərik? Geniş şəkildə, müzakirəli şəkildə danışacağıq. Deməli, təlim prosesində ən vacib məqamlardan biri hər kəs üçün səmərəli öyrənmə mühitinin yaradılmasıdır. Bəs səmərəli öyrənmə mühitini necə yarada bilərik? Çox təəssüf ki, bəzi müəllimlər, əksər müəllimlər deyərdi, sinifdə daha çox qorxu hissini yaratmağa, daha çox ciddi olmağa çalışırlar və düşünürlər ki, bununla şagirdləri ələ alacaqlar, şagirdlər daha yaxşı öyrənəcəklər. Amma əksinə bu tamamilə yanlışdır. Çünki araşdırmalar da göstərir ki, sinifdə qorxu hissi olarsa, müəllim qorxu hissini yaradarsa, bu zaman nə olacaq? Təbii ki, öyrənmə effektiv şəkildə baş tutmayacaq, şagirddə sağ qalma, özünü qoruma mexanizmləri işə keçəcək və nə qədər ki, qorxu hissi olar, orada şagird özünü tam sərbəst şəkildə ifadə edə bilməzsə, o zaman o qorxu hissindən dolayı beyində oksigen də yaxşı olmur. Yəni, beyin oksigenlə tam təmin olunmadığına görə öyrənmə də yaxşı, effektiv şəkildə baş vermir. Ümumiyyətlə, şagird özünü tam ifadə edə bilmir qorxu hissi olduqda. Qorxu olanda çəkinir və təbii ki, səhv etməkdən qorxur, öz ideyalarını deməkdən çəkinir. Amma nə qədər ki, müəllim şagird üçün sərbəst, rahat mühit yaradarsa, orada qorxu hissi olmazsa, öyrənmə də effektiv baş verəcək. Şagird səhv etməkdən qorxmayacaq və şagird dəqiq bilmədiyi fikirləri belə ifadə edəcək. Çünki orada rahat mühit var, şagirddə qorxu hissi olmayacaq və təbii ki, bu mühitdə daha səmərəli öyrənmə baş verəcək. Məhz hamı üçün səmərəli öyrənmə mühitini yaratmağa kömək edən strategiyalardan danışacağıq. Yəni, hamı üçün səmərəli öyrənmə mühitini necə yarada bilərik? Bunun üçün davranış üçün hamıya aydın minimum standartların müəyyənləşdirilməsi, bütün şagirdlərin dinlənilməsi və sinifdə hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olmaq, sinifdəki bütün şagirdlərə fayda verəcək şəkildə dəstək verilməsi, şagirdlərə öz öyrəndiklərini necə göstərəcəklərini seçmələri üçün imkan yaradılması və s. İndi bir ayrılıqda bununla bağlı danışacaq. Bunlar nədir? Əhəmiyyəti nədir? Bir ayrı-ayrılıqda danışacaq. Deməli, müəllimlər, dedik ki, qorxu hissi olmamalıdır, tam sərbəst şəkildə, rahat bir mühitdə öyrənmə təşkil olunmalıdır və bunun üçün də müəyyən strategiyalar var. Gəlin, ayrı-ayrılıqda bu strategiyalara baxaq. Davranış üçün hamıya aydın olan minimum standartların müəyyənləşdirilməsi. Bu nə deməkdir? Sinifdə biz şagirdlərdən müəyyən gözləntilər qoymalıyıq və müəyyən gözləntilərimiz olmalıdır. Bu gözləntilər hər bir uşağa aydın olmalıdır. Məsələn, mülayim olaq, əllərimizi, ayaqlarımıza sahib çıxaq, hər zaman xoş sözlərdən istifadə edək və yaxud həmişə başqalarının şəxsi əşyalarına hörmət edək. Bu kimi gözləntiləri biz şagirddə formalaşdırmalıyıq və bunun nəticəsində təbii ki, doğru davranışlara gətirib çıxaracaq və odur ki, davranış üçün hamıya aydın olan gözləntilər qoymalıyıq. Bütün şagirdlərin dinlənilməsi və bunun üçün imkanların yaradılması nə deməkdir? Biz şagirdləri hər zaman dinləməliyik. İstər bu oxuyan şagird olsun, istər səviyyəsi, öyrənmə səviyyəsi aşağı olan şagird olsun, fərq etməz. Hər bir şagirdi dinləməliyik və bunun üçün imkan yaratmalıyıq. Bu, istər konfliktlərin, münaqişələrin baş verməsi zamanı olsun. Yəni, biz dinləməliyik, hadisə necə baş verdi, nə cür baş verdi və s. İstərsə də elə dərs prosesində olsun. Hər zaman şagirdləri dinləməliyik və hər bir şagirdi dinləmək üçün imkan, şərait yaratmalıyıq. Ki, qoyun, hər kəs bir öz fikrini sərbəst şəkildə ifadə etsin və insan nə qədər dinlənərsə,
o sinifdə özünü hiss eləyər və sinifin bir parçası hiss eləyər. Təsəvvür edin ki, hər hansı bir məclisə yığışmısınız, bir neçə yaxınlarınızdan, lap yaxın deməyək, hər hansı bir kollektivlə siz danışırsınız və sizə dinləmirlər. Sizin belə saymamazlıq kimi çıxır, bu düzdürmü? Orada özümüzü necə hiss eləyərik? O məclisdə biz özümüzü taparıqmı? Əlbəttə ki, xeyr. İstər-istəməz hər bir kəs oradan uzaqlaşmağa çalışır, düzdürmü? Şagird də nə qədər ki, sinifdə dinlənərsə, buna imkan yaradılarsa, o sinifin bir parçası kimi özünü hiss eləyər və bu zaman daha çox öyrənmə baş verər. Şagird özünü daha düzgün şəkildə ifadə etməyi bacarır. Üçüncü, sinifdəki hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olmaq. Bu nə deməkdir? Hər bir şagirdin xüsusi ehtiyaclarından xəbərdar olmaq o deməkdir ki, yəni inklüziv şagirdlər olur sinifdə. İstər onların hər hansı bir problemləri baxımından olsun, əlillik baxımından olsun və yaxud da sırf inklüzivlikdən olmasa da bilməliyik ki, şagird valideynin himayəsindədirmi, yoxsa valideynin himayəsindən kənarda yaşayır. Bunların hər biri bizə şagird haqqında, şagirdi təhlükəsiz və məqsədyönlü hala gətirmək üçün bizə yardımcıdır. Eyni zamanda, məsələn, hər hansı bir şagirdin problemi ola bilər. Məsələn, deyək ki, şəkər xəstəliyi var. Bu şagird sinifdə su içməlidirmi və yaxud da hər hansı bir saatda ola bilər ki, o dərmanın qəbul eləməlidir. Biz şagirdin inklüzivliyindən xəbərimiz olmalıdır ki, buna şərait yarada bilək, buna imkan yarada bilək. Məhz ona görə deyir ki, yəni sinifdə hər bir şagirdin xüsusi ehtiyaclarından biz xəbərdar olmalıyıq. Sinifdəki bütün şagirdlərə fayda verəcək şəkildə dəstək verilməsi. Bu nə deməkdir? Təbii ki, biz dərs prosesini quranda, strategiyalarımızı müəyyən edəndə hər bir şagird üçün faydalı ola bilən strategiyalardan seçim etməliyik. Məsələn, deyək ki, disleksiya xüsusiyyətləri olan şagirdlər var və disleksiya xüsusiyyətləri olan şagirdlərdə, məsələn, ağ fonda qara mətnlərin oxunması onlar üçün çətinlik yaradır. Əksinə, tünd fonda ağ yazılarla yazılması, ağ rəngli yazılarla yazıların verilməsi onlar üçün daha uyğundur. Ümumiyyətlə, bu nəinki disleksiya diaqnozu olan şagirdlərdə, bütün şagirdlər üçün daha əlverişli ola bilər. Xüsusilə də disleksiya. Məsələn, qeyd elədiyim kimi, ağ fonda qara yazılar, onlar çətinlik çəkirlər. Amma indi bugün çalışmışıq ki, biz də dərsimizə uyğun olaraq rənglərdən, fonlardan təşkil edək dərsi. Ki, bu daha dərsimizin mənimsəməsi üçün daha uyğun olmuş olsun. Yəni, qeyd elədiyim kimi, şagirdlərin bu xüsusiyyətlərini nəzərə almalıyıq. Şagirdlərə öz öyrəndiklərini necə göstərəcəkləri seçimləri üçün imkanının yaradılması. Bu nə deməkdir? Yəni, biz şagirdlərə öyrənmələri zamanı, eyni zamanda öyrənmələrini təqdim etdikləri zaman seçim imkanı verməliyik. Çox təəssüf ki, bu çox hallarda müəllimlər tərəfindən məhdudlaşdırılır. Məsələn, bu yaxınlarda mən şahidi oldum ki, yazı yazmağı sevməyən bir şagirdə rəngli qələmlərdən, rəngli müxtəlif qələmlər olur da, bilirsiniz ki, qırmızı, sarı, zərli qələmlər olur. Onlardan yazmağı təklif etmişdim ki, yəni bu cür yazsa şagird o qələmlərin həvəsinə yazacaq. Amma şagirdin öz müəllimi buna iradım bildirmişdi ki, niyə şagird bu rəngbərəng qələmlərdən yazıb, elə həmişə kim mavidən yazsın da. Amma bu tamamilə yanlışdır. Qoy şagird yazmağı sevmirsə, qoy elə rəngbərəng zərli qələmlərdən istifadə etsin, elə onun həvəsinə yazsın. Yəni bu artıq qaldı, yəni keçmişdə. Yəni hal-hazırda müasir dövrdə tələblər dəyişib, uşaqların istəkləri də dəyişib. Ona görə biz onların heç olmasa marağını qarşılayaq ki, əsas odur yazsın, eybi yox. Qaradan yazır, qırmızıdan yazır, zərli ruçkadan yazır, yazsın, amma yetər ki, yazmış olsun. Yəni şagirdlərə öyrənmələrini biz
təqdim etmək üçün müxtəlif seçimlər, imkanlar yaratmalıyıq. Məsələn, öyrəndilərini təqdim etmək üçün deyək ki, məsələn, məqalə yazmaq və yaxud da slide show təqdimatı hazırlamaq, proqram üzərində ssenari hazırlamaq. Yəni hansı sənə uyğundursa, bunlardan birini seçib öz öyrəndiklərini təqdim edə bilərsən. Yəni biz şagirdlərə öyrənmələrini təqdim etmək üçün seçim imkanı yaratmalıyıq. Bir şagirdin inkişafının digər şagirdlərlə müqayisə edilməsinə yol verməmək. Çox təəssüf ki, ən çox rastlaşdığımız yanlışlıqlardandır. Elə bu nəinki müəllimlərə, həm də valideynlərə aiddir. Müəllimlər çox vaxt şagirdi də müqayisə edir, nəinki müəllimlər, elə valideynlər də bizim el arasında məşhurdur. Cəmaatın uşağı ifadəsi, hər birimizə tanışdır çox güman ki. Yəni biz şagirdi özü ilə müqayisə etməliyik. Yəni bu necə müqayisə edə bilərik özü ilə? Keçən dəfə etdiyindən daha yaxşı edə bilərsən. Son dəfə baxdığımızda çətinlik çəkdiyin hansı məqamları inkişaf etdirmisən? Bu kimi ifadələrlə biz suallarla şagirdin öz əvvəl bildikləri ilə sonrakı inkişaf mərhələsini müqayisə edə bilərik. Yəni şagirdi yalnız özü ilə müqayisə edə bilərik. Şagirdi digər yoldaşları ilə müqayisə etmək yol verilməzdir. Bu şagirdlərdə qapalı düşüncə tərzinə gətirib çıxarır. O yaxşı bilir, mən heç nə bilmirəm kimi qapalı düşüncə tərzinə gətirib çıxarır və hər bir şəxsin özünün fərdi xüsusiyyətləri var. Nəinki şagird, elə bu tək şagirdlərə aid deyil. Yəni insanı digər insanlarla müqayisə etmək qətiyyən doğru deyil. Və çox təəssüf ki, çox vaxt rəqabət yaradırlar şagirdlər arasında ki, qoy rəqabət olsun. Düzdür, rəqabət olanda hardasa öyrənmə baş verə bilər. Amma bu rəqabət gətirib şagirdlərin, biz keçən dərslərimizdə sosial-emosional öyrənmə nəzəriyyəsindən danışdıq. Onların emosional baxımından zədələnməsinə gətirib çıxaracaq bu rəqabət. Yəni şagirdlər arasında rəqabətin yaradılması, onlar arasında müqayisə edilməsi bu tamamilə yanlışdır. Şagirdlərə gözləmə və düşünmə vaxtının verilməsi. Mütləq şagirdlərə gözləmə və düşünmə vaxtı verməliyik. Biz bu ifadəyə, bu cümləyə dəfələrlə toxunmuşuq və bildirmişik ki, şagirdlərə mütləq ki, gözləmə vaxtı verilməlidir. Çox zaman təəssüf ki, müəllimlər sual verir, şagird cavab bildisə, otur və anında gözləyir ki, şagird cavab versin. Şagird cavabı həmən verməzsə, keçir digər şagirdə və yaxud da özü cavab verir. Bu tamamilə yanlış metoddur. Yəni şagirdə bir sualı verdik, bir gözləmə vaxtı verək ki, şagird düşünsün. Yəni hər bir şəxsin fərdi xüsusiyyəti olduğu kimi, bu dərs prosesində də şagirdlərin düşünməsi də müxtəlifdir. Bəzən ola bilər ki, şagird düşünər, bəzi şagird tez cavab verə bilər və yaxud da ola bilər düşünsün, yadına salsın. Biz imkan verməliyik ki, şagird düşünsün. Biz digər şagirdə keçəndə artıq onun Karl Dweck nəzəriyyəsində də bu məsələyə toxunmuşduq ki, qapalı düşüncə tərzinə artıq salmış oluruq uşağı. Ona görə də mütləq ki, gözləmə və düşünmə vaxtı verməliyik və xüsusilə sualları hafizəyə, yaddaşa yönəlik yox, daha çox düşündürücü sual verməliyik və hər kəsi müzakirəyə cəlb etməliyik və bu zaman öyrənmə təbii ki, daha səmərəli baş vermiş olacaq. Sinifdə edilən səhvlərə düzgün münasibət göstərin. Sinifdə şagirdin səhv etməsinə imkan verməliyik. Şagird səhv eləsin, eybi yox. Bol-bol səhv eləsin. Amma əsas odur ki, şagird çalışsın. Biz buna Karl Dweck nəzəriyyəsində də bu məsələyə toxunmuşduq. Düzdürmü? Şagird səhv edirsə, səhvlər üzərində işləyib daha inkişafa doğru gedəcək. Düzdürmü? Nəinki şagird və biz hər hansı bir nailiyyətimizə səhvsizmi çatmışıq? Biz nə isə öyrənəndə səhvsizmi öyrənmişik? Ki, indi gəlsin şagirdlər də çalışmaları səhvsiz eləsin. Çox zaman belə olur ki, şagird səhv eləyəndə müəllimə acıqlanır, niyə belə eləmirsən? Yox. Şagird səhv eləsin və biz şagirdə də bildirməliyik ki, səhv etmən sənin inkişafın üçündür. Səhv edəcəksən, öyrənəcəksən. Yetər ki, sən çalış. Səhvlər elədikcə
səhvlərə dönüş edəcək və səhvlər sənin yenilikləri, öyrəndiyin mövzu üzrə daha çox yenilikləri öyrənməyinə gətirib çıxardacaq və bununla da həm biz şagirdi açıq düşüncə tərzinə yönəltmiş oluruq, həm onun çalışmağına motivasiya vermiş oluruq. Ümumiyyətlə, şagirdlərə irad tutmaq qətiyyən düzgün deyil. Bəzən şagird yazır, gətirir, müəllim deyir, mən dediyim üsuldan get, mən dediyim yoldan getməlisən. Yəni, o zaman şagirdin artıq biz o yaradıcılıq qabiliyyətini, yaradıcı təfəkkürünü, onun o özünün hər hansı bir ideya irəli sürməsi, hər hansı bir məsələdə ilə, istər elə dərs prosesində olsun, sonraki mərhələdə olsun, ona özünün sərbəst şəkildə hər hansı bir məsələdə ifadəsini artıq biz, necə deyim, hasar çəkmiş oluruq. Artıq o həm hər hansı bir fikir ifadə edəndə də qorxacaq ki, səhv edər deyə, hər hansı bir çalışma eləyəndə də qorxacaq ki, səhv edər, müəllim ona irad tutar deyə. Ona görə də müəllimlər diqqətli olmalıyıq. İndi biz keçəcəyik yeni mövzumuza. Çünki qeyd elədiyimiz kimi biz 2 mövzu keçəcəyik. Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası nədir? Bu haqda danışacağıq. Ümumiyyətlə bildiyiniz kimi öyrənmə tək sinifdə baş vermir. Öyrənmə hər yerdə baş verir. Sadəcə olaraq məktəb mühitində öyrənmə harda baş verir? Sinif otağında. Öyrənmə sinif otağında baş verdiyi üçün sinif otağının öyrənmə prosesində müəllim şagird, şagird münasibətində çox böyük əhəmiyyəti var. Ona görə də sinifin quruluşuna, sinifin bir çox amillərinə diqqət yetirməliyik. İndi bunlara biz ayrı-ayrılıqda baxacaq, bu xüsusiyyətlər nələrdir? Temperatur və havalandırma. Təbii ki, adından da göründüyü kimi havalandırma normal olmalıdır. Nə çox soyuq, nə çox isti olmalıdır. Çalışmalıyıq ki, tənəffüs müddətində bir pəncərələri açaq, otaqda havalandırmaya şərait yaradaq. Çünki nə qədər ki, havalanma yaxşı olar, şagirdlər də yaxşı oksigen qəbul etmiş olarlar. Bu zaman öyrənmə də daha effektiv baş verəcək. Çünki oksigen qəbul etməyəndə beyin öyrənmə də passiv olur, beyin fəaliyyətdə ləng etmiş olur. İşıqlandırmağa diqqət yetirməliyik. Təbii ki, işıqlandırma yaxşı olmasa baş ağrısına, göz ağrısına gətirib çıxarar. Ümumiyyətlə, sinif otaqlarında da ən çox işıq soldan gəlir. Bu doğrudur əslində. Yəni, biz evdə də övladlarımız yazanda, kitab oxuyanda da diqqət yetirməliyik ki, hər zaman işıq soldan düşsün. Gündüzdürsə, pəncərə elə, stolunu elə düzəltməliyik ki, pəncərədən işıq düşsün. Axşam yazı yazırsa, işığın soldan düşməyinə çalışmalıyıq. Çünki bu onun həm gözü üçün olduqca vacibdir, həm də qaməti üçün. Əks halda əlin kölgəsi düşür və yazı yazmasına onu çox ciddi maneə yaradır. Bu da bir çox problemlərə gətirib çıxarır. Rəng nədir? Rəng elə adından da göründüyü kimi sinif otağında rənglərə fikir verməliyik. Xüsusilə də kiçik yaşlı uşaqlarda, ibtidai siniflərdə otaqların daha çox rəngarəng olmağına çalışmalıyıq. Ki, otaqlar rəngarəng olsun, naxışlar olsun ki, onların, yəni sinifdə onlar üçün bir ev mühiti yaratmalıyıq sanki. Yəni, özlərini rahat hiss eləməlidirlər, onlar üçün maraqlı olmalıdır, sevimli bir mühit olmalıdır. Fiziki təhlükəsizlik. Sinif otağında fiziki təhlükəsizlik də olduqca önəmlidir. Məsələn, sinifdə üstü açıq elektrik naqillərinin olmamasına diqqət yetirməliyik. Sinif otağı tam şəkildə təhlükəsiz bir şəraitdə olmalıdır. Mebellərdən istifadə. Mebellərdən istifadə təbii ki, biz partaların quruluşunu, burada partalardır və yaxud da şkaflardır, quruluşu nəzərdə tuturuq, xüsusilə də partalar. Göründüyü kimi şəkildə də bu ənənəvi sıra ilə düzülüşdür. Ənənəvi sıra ilə düzülüş ən çox fərdi və cütlərlə iş üsullarında, iş formasında daha çox uyğundur. Burada məsələn, düzdür, fərdi və cütlərlə işdə çox əhəmiyyətli olsa da, amma müzakirədə artıq bu passivlik yarada bilər.
Ona görə də biz çalışmalıyıq ki, partiyaların yerini dəyişək, dəyişiklik eləyək. Yəni bundan çəkinməməliyik. Partiyalar hər zaman standart formada olmamalıdır. Dəyişiklik etməliyik. Bu uşaqlara da xoş təsir eləyir, öyrənmədə də öz təsirini göstərmiş olar. Dəyirmi masa. Dəyirmi masa bu da şagirdlərin öyrənməsi üçün, xüsusilə də burada hər kəs dairəvi masada hər kəs bir-biri ilə üz-üzə, göz-gözə, bir-birlərinə göz təması olur və o şagirdlərdə də cəlb olunmanı, burada dərsə cəlb olunmanı da dəstəkləmiş olur. Eyni zamanda bütün siniflə iş formasında, müzakirə texnikasından, tələb edən iş üsullarına müraciət edən zaman çox əlverişli olmuş olur. Həmçinin də bu cür düzülüş öyrənmədə hər kəsə eyni imkan yaradır. U şəkilli düzülüş. U şəkilli düzülüş də təbii ki, şagirdlərin öyrənməsində əlverişli formadır, əlverişli düzülüş formasıdır. Burada da həmçinin müəllim də şagirdlərlə çox rahat şəkildə ünsiyyət qura bilir, rahat şəkildə gedib gələ bilir. Bu düzülüşdə daha çox öyrənmək üçün əhəmiyyətlidir. Və qrup şəklində düzülüş, bu hər birimizə yəqin ki, tanışdır. Qrup şəklində düzülüşdə də bu cür düzülüşdən istifadə edə bilərik. Ümumiyyətlə, sinifin dizaynında, sinifin müxtəlif dizayn verməkdə, partiyalar düzəltməkdə biz şagirdlərlə bərabər bunu etməliyik. Bu, onlar üçün daha maraqlı olar. Onlar elə öyrənmədə də, akademik nəticələrinə də təsir eləmiş olacaq. Çünki onlar həvəslə onu düzəldirlər və təbii ki, o mühit ki, onların istəyinə uyğun olmuş olur, marağına uyğun olmuş olur, öyrənmə də səmərəli baş verir o zaman. Və yaxud da sinifin bəzədilməsi deyək, divarın rənglənməsi deyək. Biz bunu şagirdlərlə bir yerdə eləyəndə şagirdlər üçün daha maraqlı olur. Belə əziz müəllimlər, bugünkü dərsimiz, yeni mövzularımız bu qədər çox asan və sadə mövzulardır.